Vüsət müəllim, doğma Bakı Dövlət Universitetində sizi xoş gördük. Ona görə doğma deyirəm ki, mən özüm bu universitetin məzunuyam. Xoş gəlmisiniz. Çox sağ olun, mühtərəm. Müəllim, artıq növbəti il, yəni gələn il imtahan verəcək abituriyentlər suallar verirlər ki, bəs gələn ballar artacaqmı? Universitetlərin təhsil haqqında artım olacaqmı? Bu barədə müsahibə verərsiniz. İlk öncə onu vurğulayım ki, abituriyentlər bəzən elə bilirlər ki, 2026-cı ildəki buraxılış imtahanında tarix fənni salınacaq. Yox, bu belə deyil əslində. Yəni həmişə kimi Azərbaycan dili, yaxud dili, riyaziyyat və xarici fənlərdə olacaq imtahanlar və balların artıb azalmağını indi demək əslində çox tezdir. Çünki hələ nə qədər uşağın, yəni nə qədər abituriyentin hansı əsas qrupu seçdiyi bəlli deyil. Blok imtahanları, buraxılış imtahanları həyata keçirilməyibdir və eyni zamanda təhsil haqqının artması ilə bağlı isə bəli, keçən illərin bəzi ali təhsil müəssisələrində təhsil haqqında artımda müşahidə olunmuşdur. Və təbii ki, burada o tərslərin çox olması ilə bağlı məsələdir və eyni zamanda təbii ki, burada bir inflyasiya və digər məsələlər, iqtisadi məsələlər də var. Onların da öz faktoru var. Əsas məsələ ballarla bağlı olan bir şeydir. Yəni qeyd etdiyim kimi burada buraxılış imtahanları olacaq, onların keçənki ballarla müqayisəsi aparılacaq, plan yerlərə baxılacaq. Yəni plan yerlərinin artımı gözlənilir. Təbii ki, plan yerlərinin artımı olsa, təbii ki, burada ixtisaslarda yəni bal artımı ola bilər və ən çox maraq doğuran 3-cü ixtisas qrupu ki, bildiyiniz kimi 2025-ci ildə yəni, çox ballarda artım olmuşdu və buna görə də belə deyim, mən tanıdığım neçə abituriyent olub ki, artıq qrupunu dəyişib 3-dən 2-yə keçibdir. Yəni bu hal da ola bilər. Təbii ki, bu da ikinci qrupa axın olsa, ikinci qrupa da öz təsirini göstərə bilər. Amma hər bir halda yenə də yekun statistik məlumatlar çıxdıqdan sonra biz biləcəyik ki, 3-cü ixtisas qrupunda və yaxud da digər ixtisas qruplarında vəziyyət nə yerdə. Çox sağ olun, Vüsət müəllim. Siz sağ olun.